Salam. Gəlin 20-ci sualın izahına baxaq. Deyir, 2 ədədin cəmi 291-dir. Bu ədədlərdən birinin sonuncu rəqəmi 5-dir. Bu rəqəmi pozacaq ikinci ədəd alınır. Verilən ədədlərin kiçiyini tapın. Buradan başa düşürük ki, rəqəmlərdən biri 3 rəqəmlidir. Onu say sistemində yazırıq. Deyir, bu ədədlərdən birinin sonuncu rəqəmi 5-dir. Sonuncu rəqəmi S-ni silib bura 5 yazırıq. Sonra deyir ki, bu rəqəmi pozacaq ikinci ədəd alınır. Buradan 5'i silsək AB alınır. AB onluq sistemdə. Deyir 2 ədədin cəmi 291. Bunu həll edək. Açaq 100A plus 10B plus 5 plus 10A plus B bərabərdir 291. Toplasaq 110A plus 11B plus 5 bərabərdir 291'ə. Buradan 11'i mərtəzə xərcini çıxarsaq 10A plus B. 5'i də sağ tərəfə çevirsək 291'də 5 çıxanda 286 edir. 10A plus B bərabər eləyir 286'nı 11'ə böldükdə 26 edir. Onda AB ədədimiz 26 eləyir. Digər üçüncü rəqəm də 265'dir. Bu da 26. Toplayanda da gördüyümüz kimi 291 edir. Bizdən verilən ədədlərin kiçiyini tapın deyir 26.